İnvestisiya ilə bağlı yayılmış geniş miflərdən biri budur ki, başlamaq üçün böyük miqdarda pul lazımdır. Bu yanlış fikirdir. Bunun üçün investorun başlamaq üçün $1000 da ola bilər, $100.000 da ola bilər. Yəni bu məbləğ daha çox və ya daha az məbləğ kimi ola bilər. Unutmayaq ki, marjinal ticarət növündə ticarət edərkən sizə həm də kredit dəstəyi verilir. Yəni yatırım etdiyiniz kiçik məbləğ broker tərəfindən artırılaraq 100 qatı, 50 qatı nisbətində daha böyük vəsaitlə ticarət edə bilirsiniz. Kiçik vəsaitlə ticarət edən investor ilk növbədə təcrübə əldə edir və bu təcrübə ona mütəmadi olaraq bazardan sabit gəlir əldə etmək imkanı, bazarda disiplinli davranmaq imkanı, maliyyə səvarlığının artırılmasına xidmət edir ki, dünyada baş verən bir çox geosiyasi proseslərin həm də özü tərəfindən düzgün analiz olunaraq, düzgün yatırım istiqamətini seçməkdə də getdikcə peşəkar vərdişlərə yiyələnə bilir. Bu investorlar kiçik vəsait üzərindən başlayır, müəyyən bir strategiyanı tətbiq edir, daha sonra bu strategiyanı digər böyük vəsaitlərdə tətbiq etməklə vəsaitlərini mütəmadi olaraq artırırlar. Ən uğurlu investorlardan olan Warren Buffett vaxtın gücünə inanır. Yəni siz sabit, mütəmadi qazanc əldə etməklə müəyyən bir müddətdən sonra varidatınızı daha çox artırmaq imkanı əldə edirsiniz. Kiçik məbləğlə başlayaraq həm öyrənmək, həm də bazarın psixoloji vəziyyətinə uyğunlaşmaq mümkündür. Beləliklə belə bir nəticəyə gəlmək olar ki, önəmli olan pulun miqdarı deyil, sizin onu necə düzgün idarə etməyinizi öyrənməyinizdir.